Maraqlı əl işləri, rəsmləri və düzəltdikləri unikal aksesuarlar bir araya gətirilərək tamaşaçılara təqdim edilib. Beynəlxalq əlilliyi olan şəxslər gününə həsr olunan festival həm də bədii yaradıcılıq müsabiqəsinin yekun konserti ilə yadda qaldı. Layihənin əsas məqsədi bu şəxslərin istedadını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və yaradıcılıq baxışlarını daha geniş auditoriyaya çatdırmaqdır. İlk öncə əlilliyi olan şəxslər arasında bədii yaradıcılıq müsabiqə festivalı müxtəlif formalarda nominasiyalar üzrə keçirilmişdir. Daha sonra müsiflər heyətinin qiymətləndirilməsi nəticəsində ən yüksək bal toplayan əlilliyi olan şəxslər yekun festivala hazırlaşmışdılar. Artıq 3 aydır ki, yekun festivala hazırlaşırıq və əlilliyi olan şəxslərin burada özlərinin səhnədə böyük çıxışları var. Ümumilikdə tədbirdə 500-ə yaxın şəxs iştirak edir. Onlardan səhnədə olanlar 110 nəfərə yaxın əlilliyi olan şəxslərdir. Düşmənləri darlasın. Bədii yaradıcılıq gecəsində hər bir iş, hər bir ifa onların gücünü və sənətə olan sevgisini nümayiş etdirdi. Sevinc Əliyeva, Zemfira Rəcəb, Teymur Hüseynov.